Diplomsuz inkişaf eləmək olar? Niyə olmur ki? Diplom nə verir ki? Bugün mən sizə marketing danışıram. Mənim diplom var marketingdən. Mən energetikam qurtarmışam. Mən startupdan danışıram sizə. Mən proqraming danışıram. Mən proqramist deyiləm. Necə olur mən bunu danışıram? Rəsmi təhsil önəmlidir mən düşünürəm. Nəyə görə? Rəsmi təhsil nə verir bizə? Rəsmi təhsil önəmsə niyə cəmaət o qədər kursa gedir? Təkmilləşmək üçün gedir, amma universitetlər ləğv olunsun onda. Niyə ki? Universitet verir də bunamsın sizə. Təkmilləşməyə təcrübə. Tam ala bilmirlər deyə. Yox, bax. Universitet 4 illiksə computer science, kompüter elmləri keçir. Və siz kompüter elmlərinin ardınca gəlirsiniz kursa ki, mənə 6 ay kompüter öyrət. Deməli istədiyi kimi tədris olunmur da. Tədris olunmur və yaxud da tədris olunanda həmin adam ağlı qız və yaxud da oğlan yanında olub, fikri başqa yerdə olubdu, aşiq olubdu. 100 dənə case var ki, saya bilərik biz orada. İkinci case o demək deyil ki, adam universitetdə mütləq diplom olmalıdır. Mən ona qarşıyam. Baxmayaraq ki, atam müəllimdir, anam müəllimdir, mən ona qarşıyam. Diplom mənim üçün heç nədir.